Hər vaxtınız xeyir olsun uşaqlar. Biz sizinlə 6-cı sinif təbiət dərsliyində ürək necə işləyir mövzusunun mövzu izahına baxmış olacağıq. Bu mövzunu mən sizə video çarxlar vasitəsilə göstərməyə çalışacağım ki, bu şəkildə öyrəndiyiniz zaman biliklər sizin yaddaşınızda daimi və qalıcı formada daha dərin şəkildə mənimsənilmiş olacaq. Elə isə keçək mövzu izahına. Biz bilirik ki, ürək insan orqanizminin ən vacib orqanlarından biridir. Əzələli quruluşa malik olan ürək, biz yatanda da bütün hissələrə qanı qovur. Əvvəlcə ürəyin quruluşunu araşdıraq. Baxın uşaqlar, insanın ürəyi bütöv arakəsmə ilə sağ və sol hissələrə ayrılır. Bax, həmin arakəsmə budur. Sağ hissəyə və sol sağ hissəyə, burada deyək sağ və sol hissəyə ayrılmış olur. Sağ hissəcikdə sağ qulaqcıq və sağ mədəcik yerləşmiş olur. Sol hissədə isə sol qulaqcıq və sol mədəcik yerləşmiş olur. Fikir verin uşaqlar burada. Qulaqcıqların divarı mədəciklərin divarına nisbətən daha nazikdir. Baxın burada mədəciyin divarı daha qalındır, amma qulaqcıqların divarı daha nazik şəkildədir. Amma eyni zamanda uşaqlar fikir versəz, burada sol mədəciyin divarı sağ mədəciyin divarından daha qalındır. Deməli, necə oldu? Qulaqcıqların divarı mədəciklərin divarından daha nazikdir, amma eyni zamanda öz daxilində sol mədəciyin divarı sağ mədəciyin divarından daha qalındır. Bilirsiniz uşaqlar, bunun səbəbi sol mədəciyin oksigenlə zəngin qanı bütün bədənə, sağ mədəciyin isə çirkli qanı yalnız ağciyərə ötürməsidir. Sol mədəcik qanı bütün bədənə dövr etdiyi üçün onun divarı sağ mədəciyə nisbətən daha qalın şəkildədir. Ürəyin sağ tərəfindəki kameralar sol tərəfindəki kameralardan pərdə ilə ayrılmışdır uşaqlar. Sağ tərəf və sol tərəf bayaqlar dediyimiz kimi bir-birindən arakəsmə ilə pərdələrlə ayrılmışdır. Bu pərdə oksigenlə zəngin sol qanla karbonla zəngin sağ qanın qarışmasının qarşısını alır. Baxın uşaqlar, indi biz videoroliki işə salaq. Burada bu hissə qulaqcıqlardır. Digər hissələr isə mədəciklərdir. Bax, bu sağ qulaqcıq, bu isə sağ mədəcikdir. Digər hissəyə keçsək, bu hissə sol qulaqcıq, bu hissə isə sol mədəcik hesab olunur. Eyni zamanda fikir verin uşaqlar. Burada mədəcik və qulaqcıq bir-birlərindən qapaqlar adlanan hissələrlə ayrılmışdır. Həmin hissəyə yaxınlaşdıraq. Baxın uşaqlar, burada açılıb bağlanan hissələr qapaqcıqlardır. Qulaqcıqlar və mədəciklər bir-birləri ilə bu qapaqlar vasitəsilə bağlanmışdır. Və həmin qapaqlar ürək əzəllərinə bağlıdır. Baxın, bu qapaqlar özü də ürəyin əzəllərinə bağlıdır. Ürəyin hərəkəti zamanı, döyülməsi zamanı bu qapaqcıqlar açılır və bağlanır. Bunun nəticəsində qan bizim bədənimizdə bir tərəfli istiqamətdə hərəkət etmiş olur. Deməli uşaqlar, bütün bu öyrəndiklərimizə ümumən bir nəzər keçirsək, kitabda olan materialı da mənimsəsək, beləliklə uşaqlar, ürək əzələsi yığılıb boşaldıqda qan ürəkdən damarlara qovulur. Bu zaman damarlar qanın hərəkəti ilə genişlənir və daralır. Yəni, qan bizim bədənimizdə hərəkət etdikcə həmin hissə genişlənir, qanın keçdiyi hissə genişlənir, daha sonra isə daralır. Hər bir ürək döyüntüsünə görə damar divarlarının ritmik hərəkəti nəbz adlanır. Biz bunu biləklərimizdə, bədənin müəyyən hissələrində hiss edə bilərik.
Bu, bədənimizin digər hissələri ilə ürəyimizin necə əlaqəli şəkildə olduğunu göstərir. Öyrəndiklərimizi uşaqlar bir daha yenidən nəzər keçirsək, baxın uşaqlar, bayaqları bizim öyrəndiklərimizi yenidən bu sistem üzərində göstərsək, biz öyrəndik ki, ürək 4 şöbədən ibarətdir. Həmin şöbələr hansılar idi? Sağ qulaqcıq və sağ mədəcik, sol qulaqcıq və sol mədəcik. Bu sağ qulaqcıq və sol qulaqcıq, sağ mədəcik və sol mədəcik bir-birlərindən bu arakəsmə vasitəsilə ayrılmışdır. Və məhz bu arakəsmə nəticəsində bunların daxilindəki qanlar bir-birinə qarışmır. Baxın uşaqlar, qulaqcıqlar ağciyərlərdən və bədənin digər orqanlarından qanı qəbul edir. Mədəciklər isə qanı ağciyərlərə və bədənə qovur. Yəni, qulaqcıqlar qanı qəbul edir, mədəciklər isə qanı ağciyərlərə və bədənə qovur. Ürək əzəlilərinin yığılıb boşalması qanın bədənimizin bütün hissələrinə daşınmasına imkan verir. Belə uşaqlar, eyni zamanda burada taylı qapaqlardan da söhbət gedib. Taylı qapaqlar haqqında biz bayaq videorolikdə göstərmiş olduq. Baxın uşaqlar, bizim bayaqlar sizə göstərdiyimiz sağ qulaqcıq və sağ mədəcik, sol qulaqcıq və sol mədəcik bir-biri ilə bu taylı qapaqlar vasitəsilə birləşmiş olur. Yəni bizim bayaqları dediyimiz həmin o hissələrdir. Məhz bu qapaqların fəaliyyəti sayəsində qan ürəkdə yalnız bir istiqamətdə hərəkət edir. Gəlin uşaqlar, öyrəndiklərinizi yoxlayın hissəsinə keçək və öyrəndiklərinizi yoxlayın hissəsinə keçsək, burada bildirilir ki, gəlin bir-bir yazaq. Ürək necə orqandır? Ürək əzələli orqandır. İnsanın ürəyi 4 şöbədən ibarətdir. Buraya yazarıq şöbə. Onlardan ikisi mədəcik, ikisi isə qulaqcıqdır. Ürəyin mədəcik hissəsindəki divarlar qulaqcıq hissəsindəki divarlardan qalıqdır. Yəni, ürəyin mədəcik hissəsindəki divarlar qalındır. Yəni, bu şəkildə yazarıq. Daha sonra keçək ikinci tapşırığa. İkinci tapşırıqda deyir ki, ürəyin işi ilə bağlı proseslərin ardıcıllığını təsvir edin. Deməli, uşaqlar, burada ürəyin işi ilə bağlı prosesin ardıcıllığını təsvir etsək, deməli, oksigenlə zəngin qan ürəyin sol mədəciyindən bədənin digər hissələrinə qovulur. Əlbəttə ki, biz əvvəlcə oksigenlə zəngin olan qandan başlamalıyıq. Deməli, birincisini yazacaq D. Birinci D prosesi həyata keçir. Daha sonra oksigen niyə çevriləcək? Karbon qazına çevriləcək. Bədənin digər orqanlarından toplanmış karbon qazı ilə zəngin qan sağ qulaqcığa tökülür. Deməli, buraya yazacağım A variantı. Daha sonra hansı proses həyata keçəcək? Sağ mədəciyin əzələsinin yığılması ilə qan ağciyərlərə qovulacaq. Daha sonra B və həmin ağciyərlərdə oksigenlə zənginləşən qan sol qulaqcığa tökülərək ürəyə qayıdacaq. Burada yazacaq C variantı. Belə uşaqlar, ikinci tapşırığı da həll etmiş olduq. Keçək indi üçüncü tapşırığa. Üçüncü tapşırıqda deyir ki, ürək saniyədə bir dəfə vurarsa, bu o deməkdir ki, 1 saatda 3600 dəfə döyünür. Gün ərzində qanın damarlara neçə dəfə vurulduğunu hesablayın. Deməli, uşaqlar, əgər ürək saniyədə bir dəfə vurarsa, 1 saatda 3600 dəfə döyünür. Düzdürmü? Əgər 1 saniyədə bir dəfə vurarsa, əlbəttə ki, 1 saatda 3600 dəfə döyünür. Niyə görə? Çünki 1 saatımız 3600 saniyədir. İndi bunu nəzərə alaraq deyir ki, gün ərzində qanın damarlara neçə dəfə vurulduğunu. Bizim də bir günümüz 24 saat olduğu üçün, onda bir gün ərzində neçə dəfə qan damarlara vurular? 24-ü vurarıq 3600-ə. Yəni, bu şəkildə. Və dördüncü suala baxaq.
Nə üçün nəbz vurultularının sayı fiziki işlə məşğul olarkən və ya məşq edərkən artır? Çünki bu zaman uşaqlar özünüz bir təsəvvürünüzdə yaradın. Ə, Sürətlə qasdığımız zaman hansı proses olur? Sürətlə qasdığımız zaman daha tez-tez nəfəs almağa başlayırıq. Ona görə ki, hüceyrələrimizi daha tez və daha çox oksigenlə və enerji ilə təmin etmək lazımdır. Və beşinci sual, sizcə insanın ürək döyüntüsünə hansı amillər təsir edir? Baxın uşaqlar, ürəyin döyüntüsünə hansı amillər təsir edə bilər? Buna sevinç hissi təsir edə bilər və yaxud da ki, qorxu hissi. Qorxduğumuz zaman ürəyimiz daha tez-tez döyünmüş olur və yaxud da ki, həyəcan. Həyəcanlananda da ürəyimiz daha tez-tez döyünmüş olur. Deməli, ürək döyüntüsünə məhz bu amillər təsir etmiş olur. Belə uşaqlar, ümid edirəm ki, ürək necə işləyir mövzusu sizə tam və açıq şəkildə aydın olmuş oldu. Sağ olun.